Salam, bu gün sizə hipertermiya haqqında məlumat verəcəm. Hipertermiya bədən temperaturunun yüksəlməsidir. Yəni el arasında qızdırma dediyimiz haldır. Müxtəlif səbəblərdən baş verir. İnfeksion xəstəliklər, soyuq dəymə, virus xəstəlikləri, iltihabı proseslər, travmalar səbəbindən hipertermiya xəstələrdə müşahidə edilir. Bədən temperaturunun yüksəlməsi bir neçə dərəcəyə ayırd edilir. Subfebril temperatur 37-38 dərəcə, mülayim temperatur 38-39 dərəcə, yüksək temperatur 39-40 dərəcə, çox yüksək temperatur isə 40-41-42 dərəcəyə qədər yüksəlir. Bədən temperaturunun yüksəlməsi zamanı xəstələrdə halsızlıq, baş ağrıları, bütün bədəndə ağrılar, əzələ oynaq ağrıları, dırnaq yataqlarında cöyərmə, dəridə qaz dərisi simptomu, həmçinin xəstələrdə sidik ifrazının azalması, ağızda quruluq, yanaşı olaraq titrətmə, bəzən halüsinasiyalar, sayıqlamalar da müşahidə edilə bilir. Bədən temperaturunun yüksəlməsi zamanı vaxtında ilkin tibbi yardım göstərilməzsə qıcolma, komatoz vəziyyət, hətta ölüm də müşahidə edilə bilər. Bu zaman xəstələrə necə yardım göstərəcək? İlk növbədə xəstənin bütün bədəni soyuq suda isladılmış dəsmalla silinir və ya yuxu arteriyasına, yəni hər iki boyun nahiyəsinə, qoltuq altına, qasıq nahiyəsinə, ürəyin üzərinə, alnına soyuq suda isladılmış kompres təyin edilir. Xəstələrə içməyə bol mayı, xüsusən də qarağat, moruq dəmləməsi, zoğallı dəmləmələr təyin edilir. Gündə 2-3 dəfə parasitamol, panadol və yaxud da ki, ibuprofen, bu tərkibli və yaxud da özləri dərmanlar təyin edilir xəstələrə. Körpələrə isə düz bağırsağa Sefecon D şamı yeridilir. Temperatur yüksək olarsa, bu zaman isə xəstələrə əzələ daxili analgin dimidrol qarışımı təyin edilir. Böyüklərdə analgin 1, 2, 3 milliyə qədər artırıla bilər. Dimidrol isə 1 milli olmaqla əzələ daxili yeridilir. Uşaqlarda isə uşağın yaşı 0,1 milliyə vurulur. Məsələn, əgər uşağın yaşı 7-dirsə, 0,7 milli analgin, 0,7 milli dimidrol əzələ daxili təyin edilir.